Tanış edeyim, Kupsalıdır. Ev sahibi elə şərait yaradır. Bütün təzə əşyalarla birlikdə satır. Yəni ki, bir dəfə də o əşyalardan istifadə eləməyib. Ərazini tanıyan tanıyır, qəşəng yerdədir. Bura Targovudur demək olar. Gələk. 107 kvadrat metr sahəsi olan bu mənzil 3 otaqdan ibarətdir və mənzili xüsusi eləyən bir şey də odur ki, mənzil parka baxan mənzildir. Bina Kontaktomun binasıdır. Xoşbəxtlikdən baxın bu mənzilin panoraması da birbaşa Ukrayna dairəsinədir, birbaşa parkadır. 17 mərtəbəli binanın 10-cu mərtəbəsində sənət kutusudur, kombisi, sayğacları qaydasındadır. Eyvana iki tərəfdən giriş çıxışı var. Deməli radiatorlar qaydasındadır. Bura bir otaqdır. Gördüyünüz bütün əşyalarla birlikdə satılır. Bugünkü gün bu mənzilin 1 manat xərci yoxdur. Yəni hər şey qaydasındadır. Mətbəx mebeli olsun, nə bilim qonaq otağında divanı, kreslosu falan. Buradan da eyvana çıxışı var. Kombisi, radiatorları. Bu pəncərədə baxır deməli Ukrayna dairəsinə. Xətai rayonunda Əhmədlidə metrodan 200 dəqiqəlik məsafədə Ukrayna dairəsində baxın bu mənzil 107 kvadratdan ibarətdir. Deməli 17 mərtəbəli liftli qazlı binanın 10-cu mərtəbəsində yerləşir. Evin giriş qapısıdır. Burada qəşəng təzə dolabı, hamısı təzədir. Evdə olan bütün əşyalar təzədir. Damafonu falan qaydasındadır. Hamamsanız ev ayrı-ayrılıqla, aksesuarlar quraşdırılıb, şurkasına qədər quraşdırılıb, havalandırmasına qədər hamısı qaydasındadır. Qiymət 265 min manata təklif olunur. Deməli, burada bir yataq otağı, bütün əşyalarla birlikdə. Burada digər yataq otağı 3 otaqdan ibarətdir dəyərli izləyicilərimiz və ərazini tanıyan tanıyır. Hansı nə qədər var? Yəni buradan ev almaq istəyənlər yəqin ki ərazini analiz ediblər. Bütün yaşayış obyektlərinə yaxındır. Bəzən yazırlar Əhmədli uzaqdır falan. Şəxsən mən Əhmədlini sevirəm. Əhmədli gözəl yerdir. Yəni yaşamaq üçün bütün şəraitlər var, hətta ondan artığı da var, komfortu da var. Qiymət 265 min manata təklif olunur. İndi real azlarla Allahın köməyi ilə danışıq da olacaq. Dövlət ipotekasına yararlıdır. Amma belə kredit, barter, nisiyə sonra verərəm yoxdur. Çox sağ olun, Allahın köməyi ilə zəng eləyin. Nə vaxt istəsəz evi göstərə bilirik və ev alqı-satqı olan vaxtda da köçüb yaşaya bilərsiniz yəni ki. Sağ olun.